Salam hörmətli izləyicilər. Bəli, bu şəxs Azərbaycanın igid qəhrəman oğullarından biri olan İsrafil Məmmədovdur. İsrafil Məmmədov 1919-cu ildə indiki Şəmkir rayonunun Qapanlı kəndində anadan olmuşdu. Digər Azərbaycan oğulları kimi o da 2-ci Dünya müharibəsində hərbi xidmətə çağırılır və döyüşə atılır. Onun döyüş yolu Novqorodda Pustunya kəndi uğrunda gedən döyüşlərdə əsasən fəaliyyət göstərmişdir, döyüşmüşdür. Almanların deməli böyük bir ordusuna qarşı 20 nəfərlik dəstə ilə müqavimət göstərmiş, 10 saatdan artıq onlara müqavimət göstərmiş, onları geri oturtmağa nail olmuşlar və belə ki, 300 nəfərdən çox Alman əskər və zabitini məhv etmişdilər. Təkcə İsrafil Məmmədov özü 70 Alman əskərini və 3 Alman zabitini məhv etmişdir. Onun qəhrəmanlığı bununla da bitmir. O, özünün şəxsi həyatını təhlükəyə ataraq bir neçə əskəri deməli, döyüş meydanından yaralı vəziyyətdə çıxara bilmişdi. Beləliklə də o 1943-cü ildə ağır yaralanır və ordu sıralarından tərxis olunur və ona Sovet İttifaqı qəhrəmanı adı verilir. Çox təəssüflər olsun ki, İsrafil Məmmədov 1946-cı ildə Yaltada müalicə aldığı qospitalda dünyasını dəyişir və indiki Gəncə o dövrdə olan Kirovad şəhərində dəfn olunur. Allah rəhmət eləsin, kanalıma abunə olmağı unutmayın.